Sevgili oğlaklar ve yükselen oğlaklar 16-22 iyun həftəsində neler yaşayacaksınız? Bu həftəyə ayın dolça bürcündə davam edən hərəkətinə başladığınız üçün maliyyə əlaqəli mövzular gündəminizdə yer alacaq. Şəxsi maliyyənizdə enişlər və çıxışlar yaşanıla bilər. Marsın qız bürcündə hərəkət etməyə başlaması nəticəsində akademik təhsillə əlaqəli mövzular, xarici ölkələrlə əlaqəli mövzular, viza, pasport müraciətlərinə əlaqəli mövzular gündəminizdə yer alacaq. Ani səyahətlər edə bilərsiniz. İşinizlə əlaqəli səyahətlər bu həftə edə bilərsiniz. Kurs, seminar və ya mütəxəssislik tələb edən sahələrlə məşğul ola bilərsiniz. Məhkəmə ilə və hüquqla əlaqəli işləriniz varsa bu həftə onlarla məşğul ola bilərsiniz. Aşırı detaycı ola bilərsiniz. Aşırı eleştirisel davranışlar bu həftə sərgiləyə bilərsiniz. Diqqətli olmağa çalışın. Eyni zamanda ev və ailə həyatınızla əlaqəli aldadılmalara və dolandırılmalara qarşı diqqətli olmağa çalışın. İş ortaqlıqlarınızda ani bitişlər və ya sonlanmalar yaşanıla bilər. Diqqətli olun. Sevgi münasibətinizlə və evliliyinizlə əlaqəli bu həftə vacib qərarlar ala bilərsiniz.